Xalq artisti Brilliant Dadaşova canlı yayında səsləndirdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb. Publika az xəbər verir ki, müğənni çıxışı zamanı küsülü olduğu həmkarları mərhum xalq artisti İlhamə Quliyeva və Nasbəri Dostaliyeva ilə bağlı sensasiyalı iddialar səsləndirib. Brilliant Dadaşovanın sözlərinə görə bir vaxtlar aparıcı Tarix Əliyev ona zəng edərək İlhamə Quliyevanın oğlunun toyuna dəvət olunduğunu bildirib. Sənətçi isə bu dəvəti qəbul etmədiyini qeyd edib. Onun sözlərinə görə həmin dövrdə İlhamə Quliyeva ilə münasibətləri gərgin olub və onun haqqında səsləndirilən fikirlərə görə toya qatılmağı uyğun saymayıb. Dadaşova həmçinin bildirib ki, daha sonra toyluq vasitəsilə İlhamə Quliyeva onunla danışmaq istədiyini çatdırıb. İfaçının sözlərinə görə bu təklif Nasbəri Dostaliyeva ilə yaşanan qalmaqal fonunda edilib və ondan birlikdə Nasbəri Dostaliyevaya qarşı addım atmaq istənilib. Lakin Brilliant Dadaşova bu təklifi qəti şəkildə rədd etdiyini deyib. Müğənni əlavə edib ki, Nasbəri Dostaliyevanın vaxtı ilə onun haqqında səsləndirdiyi bəzi fikirlər, xüsusilə ailəsi ilə bağlı dedikləri onu ciddi şəkildə incitib. Stat. Deyib ki, anasının məzarını tanımır. İnsanı belə yaralı yeri ilə vurmaq nədir? Statın sonu. Onun sözlərinə görə bu səbəbdən qarşı tərəflə münasibətləri daha da gərginləşib. Səsləndirilən bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.